Bunların anası bacısı olub, Asundan dünyasını dəyişib. Saatlı rayonunun Minbaşılı kənd sakini Mahir Kərimov kanalımıza müraciət edərək bildirir ki, qardaşı Zakir Kərimov 1992 və 1993-cü illərdə 1-ci Qarabağ döyüşlərində iştirak edib. Şikayətçi deyir ki, Ağdamda gedən döyüşlər zamanı bomba partlaması nəticəsində başından və ayaqlarından yaralanıb və səhhətində ciddi problemlər yaranıb. Vətəndaşın sözlərinə görə həmin vaxtdan dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də qardaşının səhhətindəki ciddi problemlərə baxmayaraq ona əlillik verilməyib. Kərimov Zakir Gülbalaoğlu, Saatlı rayonunun Minbaşılı kəndində Qarabağ döyüşçüsüdür, 92-dən 93-ə. Orada da yaralanıb, hospitala düşüb. Başdan ruhu xəstədir, qusuru çoxdur, nə ailəsi var, nə tək tənha, damın altında soğuq və susuz yerdə yaşayır. Bir manatdan da dövlətdən pul yoxdur. Həm qusurludur, həm də qışları bombada bu günə qalıb. Baxın, Azərbaycan xalqı. Bu Azərbaycanın qazisidir. Baxın, görün. 1 qram ayağında, qolunda, bədənində ət yoxdur. Bədənində qusurlu xəstəlik var. Qardaş, harada döyüşmüsən? Ağdamda. Ağdamda döyüşmüsən. Hospitalda yatmışsan, yaralanmışsan. Yatmışsan. Sən Azərbaycan xalqı pensiya, sosializ yardım verir? Yox. Vermir. Düzdür, heç kimsəyə Allahdır. Bir yerdən pensiya vermir. Rayondan baxış yox. Nə heç birinə icra hakimiyyətindən, pensiya fondundan, heç bir yerdən 1 manatsız. Bunların anası bacısı olub, Asundan dünyasını dəyişib bu evdə. Bunun yaşayışına baxın. Baxın yaşayışına, soğuk yer buz kimi. Dövlətdən 1 manat gəlmir. Belə vətəndaş yaşayar Azərbaycanda. Baxın da bu dünya baxsın. Dünya buna baxsın. Qardaşının hazırda çox acınacaqlı vəziyyətdə yaşadığını, qonşuların verdiyi yeməklə yaşadığını deyən şikayətçi aidiyyatı qurumlara müraciət edərək qardaşının əlilliyinin təmin olunması və şəraitinin yaxşılaşdırılması üçün onlara kömək etmələrini xahiş edir. Hospitalda da yatıb, məştəqada, psixikada yatıb. Anladıblar ki, pensiyon dokumentin hazırdır, aparıblar sağ olsunlar, qonum, qonşu yatızdırıb. Səlyanda da təzə açılıb, orada girmişik, orada da gelib keçib komissiyadan deyib, bu adama pensiya düşür, bu ibrana 1 qəpik vermirlər, pul umurlar. Cənab Prezident, bax da qazimizə, Cənab Prezident, vətəndaşın bu gündə yaşayır. Heç bir qoyduğun deputat, ondan sonra icrabatçımız, heç bilənçiləri tanımır. Deyir, nə də tanımıram, mən yolumda döyüşməm, sən kafir. Get, əl-üz hara çatır, şikayət edin. Biz də, Cənab Prezident, sizə gücümüz çatır, xahiş edirəm.